Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Su çərşənbəniz mübarək olsun. Hamınıza uzun ömür, can sağlığı arzu edirəm. Bugün bildiyiniz kimi 19:00-da təlimimiz var Kaspian Plaza'da 3-cü korpus 3-cü mərtəbə yaxınlaşa bilərsiniz. Gəlin Qızıldan danışaq. Qızılda biz hədəfləri dünən müəyyən etdik. Birinci hədəf özünü tamamladı və qiymət nə az nə çox 5248-ə qədər qalxdı. Növbəti hədəflər isə 5320-lər, 5430-lar və 5528-lərdir. Bu nə vaxt olacaq? Təbii ki, bugün səhər saatlarında satış siqnalları gəldi, amma təsvir olsun ki, satış siqnalları, yəni hər kim bundan istifadə edə bilmədi. Satış siqnalları 5217-lərdən gəldi, yəni ən azından 70 dollar aşağı indi. Bugün biz alış əməliyyatlarını 5187-lərdən təyin etmişik və erkən alışlar isə 5180-lərdəndir. Biz biraz gec burada paylaşdıq, amma daha tezini səhər saatlarında biz Instagram ödənişli kanalında, Telegram siqnal kanallarında biz paylaşırıq. Instagramda isə biraz gec paylaşılır. Yəni daha tez əldə etmək istəyirsinizsə, həm video şəklində, həm rəqəmlərlə siqnalları ödənişli siqnal kanallarına qoşula bilərsiniz. Yuxarıdakı WhatsApp nömrəsindən yazın, sizi qeydə alsınlar. Demək, alış əməliyyatlarını biz nəzərə aldıq. Satış əməliyyatlarını 5156-lardan gələcək. Yəni bu ən azından bir 40 dollara eniş gözlənilir. Əsasən də yəni enişlər demək 5143-lər və 5103-lərə, 105-lərə təsadüf edir. Amma deyək ki, növbəti maksimumlar qalıb. Yəni səhər saatlarında siqnaldan əvvəl, yəni qiymət ümumi olaraq 100 dollar endi aşağı. Bu normal haldır. Təbii ki, qalxışdan sonra korreksiyalar bu normaldır. Əsasən də bizə lazım olan rəqəmlər vardı. 5220-lər bunu dünən artıq həmin nöqtəni yoxladı. Bitcoin də gəldi deyəsə, Bitcoin nə inir? Bitcoin alışlar 63850-lərdən gələcək. Satışlar isə yenidən 62700-lərdən gələcək. Funtun dollar rəqabəti əsas alışlar 1.3570-lər, satışlar isə 1.34700-lərdir. Evro dollar rəqabətinə gəldi isə alışlarımız 1.17950-lər, satışlar isə 1.17650-lərdir. Əzərim, bugün axşam saatlarında, yəni orta xəbərlərə çox vacib xəbərlər yoxdur, amma yenə bazar yəni 18:00-dan sonra, saat 6-dan sonra yenidən aktiv olacaq. Belə hələlik görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Su çərşənbənizi bir də təbrik edirəm.